Evdə olan ərzaqlarla asan pizza resepti. Kanalımıza abunə olmağı unutmayın. Bir qaba 3 stəkan un, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər və 1 çay qaşığı duz əlavə edib qarışdırırıq. Qarışığın üzərinə 1 yumurta və 1 yemək qaşığı duru yağ əlavə edib yenidən qarışdırırıq. Xəmir tam yumşaq, ələ yapışmayan olmalıdır. Toyuq filesinin yarısını kvadrat şəkildə doğrayırıq. Bir pomidor və bir pomidorun yarısını kəsirik. Qaba ketçup və mayonez qarışığını edirik. Xəmirin üzərinə mayonez və ketçup qarışığını yayırıq. Digər tərəfdən Holland pendirinin yarısını sürtgəçdən keçiririk və pizzanın üzərinə əlavə edirik. Üzərinə toyuq əlavə edirik və üzərinə pomidor, daha sonra isə bir qat da Holland pendiri əlavə edib sobaya qoyuruq. 180 dərəcədə 20-25 dəqiqə ərzində hazır. Nəticə çox gözəldir. Hazırlayan hər kəsə nuş olsun.